Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda Güvən nəşrinin 5-8-ci sinifləri üçün olan vəsaitində orfoqrafiya və orfepiya bəhsinə aid olan sualların izahlarını paylaşacağıq. Bundan əvvəlki videolarımızda fonetika bəhsinin digər suallarını paylaşmışıq. Bu gün isə orfoqrafiya və orfepiyanı paylaşacağıq. Kanala abunə olaraq paylaşılan bu ödənişsiz videolardan faydalana bilərsiniz. Eyni zamanda bizim dərslərimizlə maraqlananlar 055 418 82 02 nömrəsi ilə bizə WhatsApp-dan yazıb dərslər haqqında ətraflı məlumat əldə edə bilər. Gəlin keçək sualların izahına. Birinci sual. Saitlə başlanan şəkilçi artırdıqda K-yə əvəzlənməsi baş verən sözlərin cərgəsini müəyyən edin. Təbrik sözünə sait artıranda olur təbrikin. Baxın, K dəyişmir. Ona görə A bəndini götürmək olmaz. Ərik sözünə sait artıranda olur əriyə, K-yə əvəzlənməsi olur. Ləçək sözünə sait artıranda olur ləçəyə, bu da dəyişir. Çiyələk sözünə sait artıranda olur çiyələyin. Yenə K-yə əvəzlənməsi baş verir. Deməli, cavabımız B variantıdır. İdrak sözünə sait artıranda olur idrakın. Baxın, K dəyişmədi. Deməli, C-ni götürmək olmaz. Ürək sözünə sait artıranda olur ürəyə, K-yə əvəzlənməsi baş verir. Müdrik sözünü artıranda olur müdrikin. Müdriyin olmur ki, demək K dəyişmir burada. Ona görə D-ni götürmək olmaz. Cavab B-dir. Tələffüz şəklində verilmiş sözlərdən hansının yazılışında O hərfi var? Samovar sözü samovar yazılır. Elə cavab A variantıdır. Yarğan sözü 2 dənə A ilə yazılır. Qarpızda A-dır. Karusel A ilə yazılır. Cavab olacaq A variantı. Hansı cümlədə səhv yazılmış söz var? Bakı küləklər şəhəridir, düzdür. Mən fəxr edirəm ki, Azərbaycanlıyam, düzdür. Azərbaycanlı sözü xüsusi isim deyil. L şəkilçisi ilə yazılsa balaca hərflə yazılmalıdır. Nənəm çox dadlı yemək bişirir. Yemək sözü yemək yazılır. K ilə yazılmalıdır. Y ilə yazılması səhvdir. Cavab C variantı. Meşədə azan uşaqlar kompasın köməyi ilə yolu tapdılar. Burada bütün sözlər doğru yazılıb. Uyğunluğu müəyyən edin. Yazılışı və tələffüzü fərqlənmir. Yazılışı və tələffüzü arasında bir fərqli məqam var, iki fərqli məqam var. Praton sözü tələffüz olunur praton formasında. Burada bir dənə O A-ya keçir. Yəni bir fərqli məqam var. A-nı yazıram 2-yə. Element sözü yazıldığı kimi tələffüz olunur 1B olacaq. Girov sözü yazıldığı kimi tələffüz olunur 1 yenə C olacaq. Vərəq sözü tələffüzdə olur vərəq G K-ya keçir. Yəni bir fərqli məqam var. D-ni yazıram 2-yə. Protokol sözü tələffüz olunur protokol formasında. Yəni 2 dənə O 2A-ya keçir. Yəni 2 fərqli məqam var. Cavab olacaq 3-də Y. Deməli 1BC, 2AD, 3Y. Cavab A variantı. Palıd sözündən sonra hansı söz işlənsə, söz sonundakı samit yazıldığı kimi tələffüz olunur. Baxın, biz palıd sözünə saitlə başlayan şəkilçi artıranda olur palıda. Yəni D dəyişmir. Demək ki, özündən sonra saitlə başlayan söz gəlməlidir ki, D olduğu kimi qalsın. Baxıram, yarpağında Y samitdir. Qozasında G samitdir. Ağacında A saitdir, budağında B samitdir. Yəni 3 variant samitlə başlayır, bir dənə ağacı A saiti ilə başlayır. Yəni palıd ağacı birləşməsi olsa, D yazıldığı kimi tələffüz olunur. Hansı sözdə O saiti A kimi tələffüz edilmir? Konfet A olur. Ovçu, biz avçu demirik ki, ovçu deyirik. Deməli, bu dəyişmir. Komanda A ilə deyilir, komanda olur. Samovar O ilə yazılır, samovar A ilə tələffüz olunur. Demək, cavab B variantı olacaq. Davam edirik növbəti sualdan. Klasteri tamamlayın. Yazılışı ilə deyilir ki, fərqlənməyən sözdür. Fauna, plov, şuar. 4-cü sözü axtarırıq. Omonim deyilişdə olur amonim formasında. Demək, fərqlənir. Moskva deyilişdə olur Moskva. Demək, fərqlənir. Bitki sözü deyilişdə olur bitki formasında. K, G-yə keçir. Çovuğun necə yazılırsa, o formada tələffüz olunur. Ov, öv yeni qaydalara görə dəyişmir. Cavab D variantı. Növbəti sual. Qoşa G ilə yazılan sözlərdə qoşa samitlərdən birincisi özünün kar qarşılığı kimi tələffüz olunur. Bu qaydaya tabe olmayan sözü müəyyən edin. 9 sözü kök daxilində gəlib, tələffüzdə olacaq doqquz, yəni K-ya keçir. Tokka sözü yenə kök daxilinə gəlib, tələffüzdə olacaq tok, Q formasında. Yəni K, Q olacaq, K, G olacaq. Balıq qulağına baxın, balıq bir kökdür, qulaq iki kök.
Yəni burada balıq sözündə qoşa G yoxdur əslində. Çünki balıq bir kökdür. Digər G isə qulaq sözündədir. Yəni müxtəlif köklərin tərkibindədir. Ona görə bunun tələffüzü olacaq balıq qulağı. Yəni burada yanaşı G gəlsə belə xeyli tələffüz olunur. Cavab B variantı. Nəqqaş sözü kök daxilində gəlib yenə K, G olacaq. Nəqqaş. Hansı sözün tərkibində O hərfi fərqli tələffüz olunur? Atom olduğu kimi, qoruq olduğu kimi, kosmos olduğu kimi, kostyum olur kostyum formasında. O, A ilə tələffüz olunur. Cavab D bəndi. Hansı sözün yazılışında eyni cinsli qoşa sait cütlüyü var? Təbii sözün yazılışı olacaq. Təbii, eyni cinsli qoşa sait var. Deməli cavab A variantıdır. Qəti sözündə yoxdur, müavin yoxdur, ərazidə yoxdur. Onda cavab olacaq D, A variantı. Davam edirik növbəti 11-dən. Qoşa saitli sözlərdən hansının yazılışı və tələffüzü fərqlənir? Müəyyən sözü fərqlənmir, bəraət fərqlənmir, müalicə fərqlənmir, mətbəədə ənin biri düşür, digəri uzanır. Cavab olur D bəndi. Hansı sözün yazılışında bir Y hərfindən istifadə olunur? Nəzəriyyə, burada yazılışda qoşa Y var. Cərrahiyyə qoşa Y ilə yazılır. Haşiyədə bir dənə Y var. Yəni söz elə haşiyə formasında yazılır. Cavab C-dir. Fəxriyyə qoşa Y ilə yazılır. 13. Yanlış bəndi müəyyən edin. Külək vıyıltısı, baxın, külək sözünün Y ilə tələffüz olunması üçün özündən sonra mütləq sait gəlməlidir. V samitdir. Demək bu yanlışdır. Burada külək xış diriklə tələffüz olunmalıydı. Kəpənək qanadı, baxın, özündən sonra samit gəlib, xış dirik olması doğrudur. Qulaq ağrısı, özündən sonra sait gəlib, G cinciltilisi olmağı doğrudur. Arıq uşaq, özündən sonra U sait gəlib, deməli G cinciltili olmalıdır. Növbəti sual, hansı sözün tələffüzü zamanı səs düşümü baş vermir? Cəfəngiyyatda bir dənə Y olur, səlahiyyətdə bir dənə Y olur. Xoşniyyət sözündə xoş bir kökdür, niyyət ikinci kökdür. Yəni qoşa Y kök daxilində gəldiyinə görə tələffüzdə yenə Y olaraq qalacaq. Amma digərlərinə baxın, cəfəngiyyatda Y-nin düşməsi, səlahiyyətdə, bələdiyyədə, məsələn, bələd sözündən bələdiyyədir. Bunların hər birində Y-nin biri düşür. Cavab C variantı. Yazılışında N hərfindən istifadə olunan sözü müəyyən edin. Kömbə M ilə yazılır, olmaz. Kompot M ilə yazılır. Qəmbər, qənbər olur, bu N ilə yazılır. Komfort M ilə yazılır. Deməli cavabımız C variantı qənbər olur. Aşağıdakı cümlələrdə fərqləndirilmiş sözlərdən hansında verilmiş qayda öz əksini tapmamışdır? Bir sıra sözlərin tərkibində O saiti A kimi tələffüz olunur. Divara bir neçə məşhur artistin portreti vurulmuşdur. Bəli, portret normalda portret kimi yazılır. O A-ya keçib. Burada uyğundur. Gözlənilməz sonluqla bitən hekayə novella adlanır. Novella normalda novella yazılır. A ilə tələffüz olunur. Demək bu da doğrudur. Bəy, olmazmı ki bu işi notarius əli ilə həll edək? Notarius notarius formasında yazılır. Yəni O ilə yazılır, A ilə tələffüz olunur. Bu da uyğundur. Marafon sözü, baxın, marafon elə marafon kimi yazılır. O ilə yazılmır. Ona görə cavab D-dir. Aşağıdakı cümlələrə fərqləndirilmiş sözlərdən hansında verilmiş qayda öz əksini tapmayıb? N samiti B və M samitlərindən əvvəl gəldikdə M kimi tələffüz olunur. Kanalın yaxınlığında zəmbil sözü zənbil formasında yazılır. Yəni N ilə. Bu uyğundur. Fərəc kişi dinməz söyləməz kombayna qalxdı. Kombayn ilə combine formasında yazılır. Yəni M ilə yazılır, M ilə tələffüz olunur. Burada dəyişən məqam yoxdur. Süsəndən, sümbüldən, lalə, nərgizdən. Sümbül sözü sünbüllə yazılır. Yəni N ilə yazılır, N hərfi ilə. Ona görə M ilə tələffüz olunur. Bu uyğundur. Gecəm belə keçdi, səhərim gəlsin, dadıma samballı sözlərim. Samballı, sanballı yazılır. Yəni N ilə yazılır, B ilə tələffüz olunur. Ona görə D də uyğundur. Cavabımız burada olacaq B variantında. Saitlə başlanan şəkilçi artırdıqda GG əvəzlənməsi baş verən sözlər istəyir. Qoruq sözünə sait artıranda olur qoruğa baş verir. Aşiq sözünə sait artıranda olur aşiqin, aşiqə. Baxın, G dəyişmir. Ona görə A bəndə uyğun deyil. Ocaq sözünə sait artıranda olur ocağa, GG əvəzlənməsi baş verir. Torpaq sözünü artıranda olur torpağa, yenə GG əvəzlənməsi baş verir. Budaq sözünə sait artıranda olur budağa, yenə GG əvəzlənməsi baş verir. Cavab B variantı. Məntiq sözünə sait artıranda olur məntiqin. Baxın, G dəyişmir. Ona görə C-ni götürmək olmaz. Əxlaq sözünə sait artıranda olur
Əxlaqın G samiti dəyişmir, ona görə D-də olmaz. Növbəti sual. Yazılışı ilə delişi fərqlənməyən sözlər istəyir. Pyes, fauna, elə A bəndi fərqlənmir. Təqsirdə G K-ya keçir. Ona görə B bəndi olmaz. Maarifdə A-nın biri düşür, digəri uzanır. Maarifə görə C olmaz. Təəccübdə Ə-nin biri düşür, digəri uzun tələffüz olunur. C olduğu kimi qalır. Deməli, D də olmaz. Yazışı ilə delişi fərqlənməyən sözlər istəyir. Təəccübdə Ə-nin biri düşür, burada qeyd eləmişəm. Ona görə A-nı götürmək olmaz. Addım, 50, şəffaf. Üçü dəyişmir, cavab B bəndi. Amma, hətta sözü tələffüz olunur, hətta kimi. 9 sözü doqquz kimi tələffüz olunur, yəni K, G kimi. Ona görə C-ni götürmək olmaz. 8 sözü tələffüz olunur, giz formasında K, C kimi. Ona görə D-ni götürmək olmaz. Hansı cümlədə fərqləndirilmiş sözün bu cür tələffüz edilməsi yanlışdır? Meşəbəyi ehtiyatsızlıq edən gəncləri danladı. Meşəbəyi doğru tələffüz olunub. Uşaq ayağa qalxıb üst başını qaydaya saldı. Baxın, uşaq sözü normalda X ilə tələffüz olunur. Amma özündən sonra A saiti gəlib. Sait gəldiyi zaman X öz zingiltili qarşılığı G-yə keçməli idi. Burada yanlışlıq var. Yaşadığımız ərazidə sözü doğru tələffüz olunub. Ustalar yığış eləyib yol düzəldirlər. Ustalar doğru tələffüz olunub. Səhv oldu B variantında. Hansı sözlə başlanan şəkilçi, saitlə başlanan şəkilçi artırsaq K-yə əvəzlənməsi baş verər. Malik, malikin dəyişmir. İdrac, idrakin dəyişmir. Çiyələk, çiyələkin deyəmirəm. Çiyələyin deməliyəm. Bu dəyişir. Təbrik, təbrikin dəyişmir. Nöqtələrin yerinə yazılacaq hərflərin ardıcıllığını müəyyən edin. Məktəbin müdiri hər kəsə təşəkkür etdi. 2 dənə E, 1 dənə K, cavab A variantı. Uyğunluğu müəyyən edin. Tələffüz zamanı səs artımı baş verir, səs düşümü baş verir, fərqlənmir. Əmtə sözünün tələffüzü olacaq. Əmtə, Ə-nin biri düşür, digəri uzanır. Deməli, səs düşümüdür 2A. Hökümdar sözünün tələffüzü olacaq. Hökümdar formasında. Demək, burada səs artımı baş verir 1B. Sual sözü yazıldığı kimi tələffüz olunur. C-ni yazıram 3-ə. Nəzəriyyə sözündə Y-nin biri düşür, tələffüz olur nəzəriyyə. Deməli, səs düşümü 2D. Yəni 1B, 2AD, 3C. Cavab B variantı. Səslərin sayı hərflərin sayından az olan, müasir yazıldığı kimi tələffüz olunur. Bədii sözü tələffüzdə İ-nin biri düşür, bədii formasında olur. 5 hərf, 4 səs var, deməli cavab B-dir. Stadion sözündə tam tərsi səs artımı baş verir. Stadion olur. Bir dənə Y əlavə olunur. Ona görə uyğun deyil. Şagird sözünün tələffüzündə şagirt olur və burada heç bir səs artımı yoxdur. 26. Hansı cərgədəki sözlərdə eyni səs müxtəlif hərflərlə ifadə olunmuşdur? Məşq K ilə tələffüz olunur, vərəq K ilə tələffüz olunur. Burada uyğunluq yoxdur. Tank K ilə tələffüz olunur, bank K ilə tələffüz olunur. Burada uyğunluq yoxdur. Bilik xıştriklə, ərik xıştrikə tələffüz olunur, uyğunluq yoxdur. Təşkil, gəmi. Demək, burada təşkil sözü olur təşkil formasında. Gəmi də elə gəmi kimi tələffüz olunur. Yəni, 2 müxtəlif hərf, K və G hərfi, 2 eyni səsi G-ni ifadə edir. Eyni səs müxtəlif hərflərlə ifadə olundu. Cavab D bəndi. Tələffüz şəklində verilmiş sözlərdən birinin yazılışı 2 cür olsa da, 3 müxtəlif leksik mənanı ifadə edir. Xalıya, dəliyə, körpüyə, bacıya. Demək, burada dəliyə sözünə fikir verin. Bu sözün 2 cür yazılışı var. Bir dələyə olar, bir dəliyə. Dəliyə. Dələ heyvandır. Dəli bildiyimiz ağıllı dəli. 2 cür yazıla bilir. Bir də bunu 3-cü cür düşünmək olar. Dəlik ismi kimi. Yəni 3 müxtəlif leksik mənanı ifadə edir. Amma 2 cür yazıla bilir. Deməli, B variantı bizim doğru cavabımızdır. Tələffüz şəklində verilmiş sözlərdən hansının yazılışı ilə deyilişi fərqlənmir? Zəmbil, kombayn, kömbə, günbəz. Burada kömbə sözü bir dənə fərqlənmir. Elə kömbə formasında yazılır. Zəmbil N ilə yazılır. Kombayn, kombayn yazılır o hərfi ilə. Günbəz, günbəz yazılır, N ilə yazılır. Deməli, fərqlənməyən C variantı olacaq. Eyni səsin müxtəlif hərflərlə ifadə olunduğu sözləri istəyir. Ambar, günbəz, M hərfləri N ilə ifadə olunub. Ağac, qılınc, yenə C ilə C ifadə olunub. Qələm, mayak, kömbə, zambaq. Baxın,
Kömbə sözünün tələffüzü olur kömbə yazıldığı kimi. Zambaq sözünün tələffüzü olur zambaq formasında. İki eyni səs, M hərfləri, M səsləri daha doğrusu, M və N hərfləri ilə ifadə olunub. Yəni müxtəlif hərflərlə ifadə olunub. Ona görə biz doğru cavabı D bəndi götürə bilərik. Tələffüz şəklində verilmiş sözlərdən hansında K-yə əvəzlənməsinin olduğunu əminliklə demək mümkündür. Kölcüyə. Demək, kölcü sözü dilimizdə yoxdur. Kölcə sözü var. Kölcəyə. Burada Y bitişdiricidir. Kölcə, kölcəyə. Çiyələk sözündə çiyələk, çiyələyin. Bəli, K, Y əvəzlənməsi baş verir burada. Körpü sözü körpəyə olsa eyni şeydir. Baxın, bir var körpü, bir də var körpə. Hər ikisinə mən yönlü hal artıranda Y bitişdiricisini artırırım. Yəni Y burada hər iki məqamda bitişdiricidir. Xalıya. Baxın, yenə də bunu mən həm xalı, xalça mənasında, həm də xala kimi düşünə bilərəm. Hər ikisində yönlü hal artırsam, gərək Y bitişdiricisini artıram. Yəni hər iki formada bitişdiricidir. Ona görə cavab olacaq B bəndi. Hansı sözün son samitinin qarşılığı ilə əvəz etsə yeni söz alınar? S-nin qarşılığı Z-dir. Zənəd olmaz, zəbət olmaz, zəhət olmaz, zəhəng bu da olmur. Nəyə görə? Hansı sözün son samitini deyir. Mən ilk samitinə baxdım. Biz son samitinə baxmalıyıq. Yenidən baxaq. Son samit D-dir. Sənət bu olar. Sənət sözdə var, sənət sözdə var. Səbəd sözü yoxdur. Bu olmaz. Səhəd sözü yoxdur. Səhəng sözü yoxdur. Bir dənə A variantı. Sənət sözü də var, sənət də var. D ilə yazılanda bu kağız-çoğuz mənasına gəlir. T ilə yazılanda peşə mənasına gəlir. Səhv yazılmış sözü müəyyən edin. Memar düz yazılıb, kombayn düz yazılıb. Meridian yox, meridian yazılır. Bu səhv yazılıb. Sümbül düz yazılıb. Hansı birləşmədə birinci sözün son samiti yazıldığı kimi tələffüz edilmir? Armud ağacı. Özündən sonra sait gəldiyinə görə D yazıldığı kimi tələffüz olunur. Palıd qozası. Baxın, samit gəlib. Digərləri hər birində sait gəlib. Ağacında A, almada A, axında A. Ona görə D-lərin hər biri yazıldığı kimidir. Bir dənə palıd qozasında G samiti gəlib. Ona görə bu palıd formasına tələffüz olunacaq. Cavab B bəndi. Hansı cümlədə fərqləndirilmiş sözdə səs artımı baş verir? Meydança zəif işıqlandırılmışdı. Burada zəif sözü tələffüz olunacaq. Zəif formasında. Səs artımı varmı? Bəli, var. Dünyada pislik qalır, səs artımı yoxdur. Axmaq varlıdan yaxşıdır, axmaqda səs artımı yoxdur. Qərib quşun yuvası olmaz, burada yoxdur səs artımı. Davam edirik növbəti sualdan. Səhv yazılmış sözləri müəyyən edin. Aqronom, bikar, debat, filial. Demək, burada səhv yazılan sözlərdən biri aqronomdur. Aq-ro-nom yazılır. Bir də filial sözü filial formasında yazılır. 1-4 cavab B bəndi. Cümlələrin birində nöqtələrin yerinə G samitinin kar qarşılığı yazılmalıdır. G-nin kar qarşılığı K-dır. Yamanlığa yaxşılıq deyə bilmərəm, çünki özündən sonra Ə saiti gəlib yaxşılıq deməliyəm. Sürülər yaylaqdan deyir, yaylaqdan. Tələffüzdə olur X. Torpaq vaxtında şumlansa məhsul bol olar. X-də burada. Elşadın əxlaqlı insan. Baxın, əxlaqlı. Nəyə görə? Çünki əxlaq sözünə mən sait artıranda əxlaqın G dəyişmir. Sait gəlməyəndə G öz qarşılığı K-yə keçir. Cavab D bəndi. Hansı sözün yazılışı ilə delişi fərqlənir? Mürəkkəb sözü tələffüzdə olacaq. Mürəkkəb formasında. Demək, bu fərqlənir. Cavab A variantı. Alim fərqlənmir, insan, şahin bunlar fərqlənmir. Hansı cümlədə tələffüz formasına verilən söz bir Y ilə yazılır? Faiq bu işdə çox da əhəmiyyət vermədi. Əhəmiyyət qoşa Y ilə yazılır. Yeməyə ədviyyat tökməyə xoşdur. Qoşa Y ilə yazılır. Rafiq gələn ay ezamiyyətə. Qoşa Y ilə yazılır ezamiyyət. Atan sənə tövsiyə verəndə tövsiyə ilə bir Y ilə yazılır. Cavab D variantı. Hansı nümunədə birinci sözün son samiti cinciltili tələffüz olunur? Deməli, baxın, yenə BCDC ilə bitən sözdür. Bunlara saitlə başlayan söz gələndə olduğu kimi qalır. Samit gələndə dəyişir. Burada baxın, T samit gəlib, F samit gəlib, K samit gəlib. Bir dənə sait gələn palıd ağacı birləşməsində D olduğu kimi tələffüz olunur. Yəni cinciltili. Söz sonunda K samitinin tələffüzünü nəzərə alaraq uyğun olan bəndi müəyyən edin. K. Tank K ilə tələffüz olunur. Biri götürürəm. Şərik K ilə tələffüz olunur. Xışdirik
Əri x şirkə tələffüz olunur. Bəli, bunu götürürəm. Malik yazıldığı kimi k ilə tələffüz olunur. K səsi idrak k ilə tələffüz olunur. 3-ü götürürəm. Çiyələk x şirkə tələffüz olunur. 6-nı götürə bilmirəm. Demək 1, 2, 3 cavab A variantı. Sözlərin birində fərqləndirilmiş səsin bu cür tələffüz edilməsi yanlışdır. Corab düzdür, nöqtə düzdür, samavar düzdür, kömbə M ilə tələffüz olunmalıdır. N yanlışdır. Yazılışı və tələffüzü M-dir. Uyğunluğu müəyyən edin. G samiti yazıldığı kimidir. G samiti X-ni verir, G samiti K-nı verir. Nöqsan sözünün tələffüzü olacaq nöqsan formasında, yəni K səsi. Deməli 3A. Bulaq sözü tələffüz olunur bulaq formasında. X-ni aid edirəm 2-yə. 2B. Əlaqə sözü yazıldığı kimi tələffüz olunur əlaqə formasında. Deməli 1-ə yazıram C-ni. 1C, 2B, 3A. Cavab A variantı. Səs və hərf tərkibi fərqlənən söz istəyir. Xaos fərqlənmir, səadət fərqlənmir, müəllif fərqlənmir, sonra fərqlənir, sonra olur, N düşür. Cavab D variantı olacaq. Hansı cərgədə G samiti ardıcıllıqla K, X, G səslərini ifadə edir? Birinci K olmalıdır. Şəfəq K-dır. Şəfəq. Uşaq, uşaq X-dir. Qələm G ilədir. Deməli, elə cavabımız olacaq A variantı. Qanunda birinci elə G ilə tələffüz gəlir, amma bizdən K istəyir, ona görə olmaz. Nöqsan K ilə tələffüz olunur. Nöqsan. Balıq X ilə tələffüz olunur. Bu da uyğun gəlir. Bucaq, bucaq da X ilə tələffüz olunur. Deməli, bucaq burada ardıcıllığı pozur. Aşıq, aşıq olur. Deməli, burada X ilə başlayır, ona görə D bəndi də olmaz. Cavab A variantı. Hansı birləşmədə birinci sözün bu cür tələffüz olunması doğrudur? Bulut axını, fikir verin yenə. Bulut axını, nəhəng, adam, corab fabriki, ağac kötüyü. Sonu BCDC ilə bitən sözlərdir. Bu sözlərdən sonra əgər sait gələrsə, bunlar yazıldığı kimi tələffüz olunur. Samit gələrsə qarşılığına keçir. Baxıram ki, A saiti gəlib, A saiti gəlib. Bulut axını. Bulut normalda nə ilə yazılır? D ilə yazılır. Sait artıranda olur buluda. Deməli, axında A saiti gəldiyinə görə bu D ilə yazılmalıydı yenə. Səhvdir. Nəhəng adam, yenə nəhəng sözü sait artıranda olur nəhəngə. Baxın, C dəyişmədi. Özündən sonra sait gəlib, K yox, C olmalıydı. Bu da səhvdir. Corab fabriki özündən sonra samit gəlib. Deməli, B-nin tələffüzü necə olmalıydı? Sait gələndə olur coraba. Sait gəlməsə, tələffüz P olmalıdır. Bu səhvdir. Ağac kötüyü, ağac sözdən sait artıranda olur ağaca. Baxın, sait gələndə C-dir, sait gəlməsə Ç ilə tələffüz olunur. Burada K samit gəlib, deməli Ç ilə tələffüz olunmağı doğrudur. Cümlələrin birində qoşa saitli sözün yazılışı ilə deyilişi fərqlənmir. Müəllimlik bir incə sənətdir. Müəllimlik sözünün tələffüzü olacaq müəllimlik formasında. Sözün özü fərqli tələffüz olunur. Ona görə biz A-nı götürə bilmirik. Təbiət varlıdır, təbiət xəsis. İşlədərkən onu sən ey mühəndis. Qoşa saitli söz burada hansıdır? Təbiət sözüdür. Burada tələffüz olur təbiət, yəni fərqlənir. Atılmış zəhmətə 14 yaşında bir böyük ailə. Ailə sözü tələffüz olunur ailə formasında. Bu da fərqli tələffüz olunur. Həyat nədir? Sualı verdim özümə. Sual sözü yazıldığı kimi tələffüz olunur. Mənasını çiçəklərdən öyrəndim. Cavab D variantı. Uyğunluğu müəyyən edin. K hərfi K səsini, K hərfi G səsini, K hərfi K səsini ifadə edir. Mayak sözü tələffüzdə olur K ilə mayak. Deməli 1 olacaq A. Təşkil sözü C ilə tələffüz olunur 2B. Kəlam sözü K ilə tələffüz olunur 3C. 1A, 2B, 3C cavab A variantı olacaq. 48. O saitinin A səsini ifadə etdiyi sözlər. Avtobus elə oynandı. Velosiped aynandı. 2-ni götürürəm. Kosmos biz kosmos demirik ki. Oynandı. Səhvdir bu da. Proqram A ilə olur. 4-ü götürürəm. Avtomobil aynandı. 5-i götürürəm. 2, 4, 5 cavab C variantı. Tələffüz forması səhv verilmiş sözləri müəyyənləşdirin. Batarya, bu bateriyadır. Batarya sözü yoxdur, ümumiyyətlə səhvdir bu. Casus düzdür. Keçid T ilə olmalıdır. Səhvdir bu. Əhəng doğrudur. Səhvləri istəyir. Deməli 1, 3 səhvdir. Cavab A variantı olacaq 49-da. Hansı sözə saitlə başlanan şəkilçi artırsaq K-yə əvəzlənməsi baş verər? İdrakin, təbrikin, şərikin,
Ərikin demirik ki, əriyin deyirik. Deməli, cavab olacaq D variantı. K samitinin tələffüzünü nəzərə alaraq uyğun olan bəndi müəyyən eləyin. C kimi təşkil, bəli, C də burada. Mayakda K səsini verir. Ona görə 4 olmaz. K səsi, şəkil sözü elə K-ni verir, yazıldığı kimidir. Kombaynda K səsidir. Ona görə 5-i götürürük, 2 olmaz. Ürək xışrikə tələffüz olunur, olmaz 3. Çörək otu K-dən sonra O saiti gəlib, olacaq burada çörək otu formasında, deməli 6-nı götürürəm. Yəni doğru cavab 1, 5, 6 cavab C variantı. Tələffüz formasında verilmiş hansı sözün yazılışını iki cür düşünmək mümkündür? Babıya, baba sözü var, amma babı sözü yoxdur. A bəndə olmaz. Bacıya, baca sözü də var dilimizdə. Qapı baca. Bir də bacı sözü var. Bu sözlərin hər ikisinə yönlü hala artıranda olur bacıya, bacaya. Və bunların tələffüzü ortaq bacıya formasında olur. Demək cavab B-dir. Dəviyə, nəviyə bunları götürə bilmərik. Çörək otu sözünün tələffüzündə hansı səs yoxdur? Baxın, söz tələffüz olunur bu formada. Çörək otu. K varmı? Yoxdur. Y varmı? Var. O varmı? Var. R varmı? Var. Deməli cavab oldu A bəndi. Hansı sözdə K-yə əvəzlənməsinin olduğunu əminliklə demək mümkündür? Böyüyə. Burada böyümək feili də ola bilər. Kaş o böyüyə. Mən buna A, Ə arzu artıranda Y burada olur bitişdirici. Ona görə K-yə əvəzlənməsi olduğunu dəqiq deyə bilmirəm. Əriyə, yenə ərimək feili var. Kaş o əriyə dediyim zaman arzu şəkli artırıram, Y olur bitişdirici. Kəpənəyə, kəpənə sözü yoxdur. Kəpənək sözündəki K-nin Y-yə keçməsidir bu, əminliklə deyə bilərik. Dəliyə, biz bunu dəli kimi düşünə bilərik, dələ kimi düşünə bilərik və bunu artırılmış yönlü hal Y bitişdirici ilə işlənir. Ona görə D-ni götürmək olmaz, cavab C variantı olacaq. Hansı birləşmədə birinci sözün yazılışı ilə deyilişi fərqlənmir? Sümbül sözü tələffüzdə olacaq, sümbül formasında fərqlənir. Pələng sözü tələffüzdə olacaq, pələng formasında. Hardan bildim? Çünki G-dən sonra D samiti gəlib, öz kar qarşılığına keçir. Armud sözünə baxın, sait artıranda olur armuda. A saiti gələndə D dəyişmədirsə, özündən sonra yenə ağacın A-sı gələndə D dəyişmir. Deməli, armud sözünün deyiliş yazılışı bu söz birləşməsi tərkibində dəyişmir. Qonaq sözünə baxın, eyni qaydanı tətbiq edirəm. Qonağa, sait gələndə G olduğuna görə, özündən sonra nə gəlib? Sait. Yenə də G ilə tələffüz olunacaq qonaq sözü. Cavab C variantı. Hansı cərgədə G samiti aracılıqla G, X və K səslərini ifadə edir? İstiqlal sözü elə yazıldığı kimi G dəyişmir. Burada G səsini verir, 1 uyğun gəlir. Otaq sözündə otaq X ilə tələffüz olunur, 2 də uyğun gəlir. Təksir sözündə K səsini ifadə edir, təksir də K olur. Deməli cavabımız elə A variantıdır. Əlaqədə birinci G səsini verir, şəfəq K səsini verir, amma ikincidə bizdə X-ni istəyir. Deməli şəfəq uyğun gəlmir. Miqyas G səsini ifadə edir, uşaq X səsini ifadə edir, qələm G səsini ifadə edir. Baxın, sonuncu qələm bizim K-mıza uyğun gəlmir. Aşıq sözü X ilə tələffüz olunur, bizdən birinci səsi G istəyir, ona görə uyğun gəlmir. 57. Sir, fən, xət və s. kimi sözlər nə zaman kökdəki son samitini itirir? Özündən sonra, deməli yazıram, özündən sonra samitlə başlanan şəkilçi və ya söz gələndə. Məsələn, sir sözünə sirlər, fən sözünə fəndən, xət sözünə xətsiz. Bu formada samit artırıb, yəni şəkilçiləri artırıb yoxlamaq olar. 58. K hərfi 5 müxtəlif səsi ifadə edə bilir. Fikrini təsdiqləyən sözlər yazın. Məsələn, kələm, birincidə K, K-ni ifadə edir. Sonra bitki, K ilə yazılır, bitki, G-ni ifadə edir. Digər K səsini verə bilir. Məsələn, combine, burada K səsini ifadə edir. K ifadə edir xıştrik səsini. Məsələn, çörək, burada olur xıştrik. Çörək sözündən sonra sait gəlsə, məsələn, çörək otu. Bu nümunədə yeni ifadə edir, yəni 5 müxtəlif səsi ifadə eləyə bilər.
59. Sözün tərkibində iki kar samit yanaşı gəldikdə tələffüz zamanı ikincisi öz cingiltili qarşılığı ilə tələffüz olunur. Qaydasının öz əksini tapmadığı iki söz yazın. Məsələn, millət pərəst. Burada TP iki kar samit yanaşı gəlib və öz cingiltili qarşılığına keçmir. Və ya biz bura yaza bilərik şkaf sözünü. Şkaf sözündə öz cingiltili qarşılığına keçmir, yazıldığı kimi tələffüz olunur. Və ya biz bura əlavə eləyə bilərik sənət kar sözünü. T2 yazıldığı kimi tələffüz olunur, öz cingiltili qarşılığına keçmir. Dəyərli izləyicilər, bu 5-8 güvən test toplusunda orfoqrafiya və orfepa bölməsində sonuncu sualın izahı idi. Kanalımıza abunə olaraq paylaşılan bu videolardan davamlı olaraq faydalana bilərsiniz. Abunə olun, videolarımızı bəyənin, paylaşın ki, bu videolardan hər kəs istifadə edə bilsin. Eyni zamanda bizim dərslərimizlə maraqlananlar 055 418 82 02 telefon nömrəsi ilə bizə müraciət edə bilər. Sağ olun, növbəti izahlarda, növbəti videolarda görüşərik.